Elit evdən alqı-satqı və kirayəsi, əziz izləyicilərimiz, Masazlıda mərkəzi yola yaxın yerdə, o görürsünüz, yola yaxın yerdə bir 200 metr, bəlkə də 200 də olmaz, 150 metr məsafədə belə bir 2 mərtəbəli bir evimiz var, əziz izləyicilərimiz. Bax, gördüyünüz kimi, gözəl bir evimiz var. Evimizin qiymətini sonda deyəcəm, həqiqətən. Bax, belə bir xudmani bir həyəti var. Amma görülən əşyalar ki var, görürsünüz burada, hamısı orijinal, yəni həqiqətən də çox bahalı və keyfiyyətli bir. Bax, görürsünüz, kombisindən, pütümunkasından hamısı, yəni ən keyfiyyətlisini alıb qoyublar ev sahibi. Bax, gördüyünüz bu uşaq əşyalar buradan çıxacaq. Deməli, evimiz əşyalı satılır, onu da deyim sizə və əşyada evdə də bir-iki avadanlıqlar ki var, onları evdən çıxarılacaq. Mən onların sizə deyəcəm, çəkə-çəkə, əziz izləyicilərimiz. Gördüyünüz kimi, bax, belə bir girişdə evimiz var, pilləkəni var. Və kombi sistemlidir, özünüz gördünüz. Deməli, mən sizə birinci, əziz izləyicilərimiz, evimizin zalını, qonaq otağını təqdim edirəm. Belə bir gözəl, möhtəşəm bir qonaq otağıdır. Gördüyünüz kimi, ən keyfiyyətli və ən gözəl mebellərdən alıb qoyublar ev yiyəsi. Görürsünüz, evin necə də gözəl aboy və patoloqu da gözəl işləmələrdir, lüstruna kimi. Televizoru, gördüyünüz bu stollar, bu divandır. Bunlar Wi-Fi nə kimi. Bir dənə bu gördüyünüz pərdə buradan çıxacaq bu evdən. Bu pərdə çıxacaq evdən, əziz izləyicilərim. Bir də qab-qacaqlar, bir də pal-paltardır çıxacaq. Bir də bu gördüyünüz bu divan çıxacaq bu evdən, əziz izləyicilərimiz. Və bir də bu dolab, burada gördüyünüz belə bir dolab var. Bu dolab da çıxacaq. Burada da gördüyünüz kimi qardiropdur, yəni bütün əşyalarınızı yığa bilərsiniz. Mən də sizi samuzel ilə tanış edirəm. Belə bir gözəl samuzelimiz var. Fikir verirsiniz. Ən keyfiyyətli və ən gözəlləridir, ən yaxşısındandır. Çox gözəl də remontu təmir olunubdur, əziz izləyicilərimiz. İndi sizi mətbəximizlə tanış edirəm. Deməli, mətbəximizlə sizə tanış edirəm, əziz izləyicilərimiz. Belə bir gözəl mətbəximiz var. Görün, fikir verirsiniz, patoloqa kimi yığılıbdır. Xanımların ən çox sevdiyi əsas mətbəxdə qab-qacağı yığmaq üçün yerlər olsun. Xanımlar, belə deyək də, sino gedir belə bir şeylər üçün. Gözəl bir paltar yanımız var, görürsünüz, təzə modellərdəndir. Xaldernimiz, həmçinin gördüyünüz əziz izləyicilərimiz. Bir də belə bir stolumuz da var. Və bir də bəxs sizə deyirdim ki, evdən çıxacaq əşyalardan bir də bu gördüyünüz bu əşyadır. Bu da evdən çıxacaq stolla bir yerdə. Bu stolla bir yerdə, bir də bu küç divandır. Bu başqa adama məxsusdur. Bunlar ev sahibinə məxsus deyil. Bunlar buradan çıxarılacaq. Gördüyünüz kimi əziz izləyicilərimiz, bax, mətbəximizin görürsünüz, karantina kimi belə ən yüksək dərəcədə alınmış əşyalardır. Mən sizi tanış edirəm yuxarı mərtəbə ilə, əziz izləyicilərimiz. Yuxarını göstərirəm sizə. Bax, kondisionerimizə kimi qalacaq. Bax, yuxarıda görürsünüz kondisyoner. İnanırsınız, evi buz kimi eləyir. Həqiqətən. Və bir samuzelimizdə, əziz izləyicilərimiz, buradadır. 2-ci mərtəbədə. Belə bir samuzelimiz var. Görürsünüz. Burada da həmçinin tujun böyüklüyünü yəqin görürsünüz, əziz izləyicilərimiz. Daha ən keyfiyyətliləri. Yəni, ev sahibi özü üçün, hamısını özü üçün eləmişdir. Və bunlar hamısı qalacaq, biləsiniz. Və bir yataq otağımız buradadır, əzizlər. Bax, bütün buradakı gördüyün əşyalarınız hamısı qalır. Nə görürsə qalır. Bir dənə uşağa aid olan əşyalar buradan götürüləcək. Və bir də bu gördüyünüz dolab ki var, bu daha. Bu dolab da yəni burada qalacaq, əziz izləyicilərimiz. Və bir otağımız da buradadır, bir yataq otağımız da buradadır. Tanış edin. Burada da gördüyünüz bütün əşyalar hamısı qalacaq. Nə görürsünüzsə, bu videoda nə görürsünüzsə dedilər, hamısı qalacaq. Əzizlərimiz. Və bir də belə bir dolabdır, paltar dolabıdır. Və buradan da eyvana çıxış da var, əzizlərimiz. Eyvanı da göstərirəm sizə. Belə bir eyvanın çıxışı da var. Buradan da həyətini göstərirəm. Yine həmin qaydada.
Yəni belə bir mənzərəsi də var. Əziz izləyicilərimiz. Qaldı sonunda 4-cü otağımız və onu da sizə göstərirəm. Və bir otağımız da buradadır, əziz izləyicilərimiz. Belə bir evi, bax, belə bir vəziyyətdə, gözəl bir təmirli vəziyyətdə və əşyaları ilə bir yerdə, bütün əşyalarla bir yerdə 120.000 manata satışa çıxarılıbdır. Əziz izləyicilərimiz, qoy deyim biləsiniz, həqiqətən də gözəl qiymətdir. Elə demək olar ki, təkcə 20.000 elə əşyaların qiymətidir. Elə bir ki, heç neçə alırsınız. 100.000 elə bir ev alırsınız, bu belə deyək də. Hər kim alsa Allah xeyrini versin.